İla 2017-ci ilin Azərbaycanda İslam həmrəyliyi ili elan edilməsi bütün İslam ölkələrinə olan bir çağırışdır. Ekspertlər deyir ki, bu qərar ölkəmizdə tolerantlıq və multikultural dəyərlərə yüksək önəmin verdiyini bir daha sübut edir. İslam həmrəyliyi ili çərçivəsində 4-cü İslam həmrəyliyi oyunları ilə yanaşı bir sıra tədbirlər də keçiriləcək. Bu il Azərbaycanda 4-cü İslam həmrəyliyi oyunları keçiriləcək. Bu da çox önəmli beynəlxalq tədbirdir. Bütün müsəlman aləminə biz ev sahibliyi edəcəyik. Əgər kimsə hesab edir ki, İslam həmrəli oyunları idman tədbiridir, səhv edir. Bu böyük siyasi tədbirdir. Bu böyük mədəni tədbirdir. Bu böyük ictimai hadisədir. Bu bir daha Azərbaycanı müstəqil öz dəyərlərinə, İslam dəyərlərinə sadiq olan ölkə kimi göstərir. Eyni zamanda müasir ölkə kimi göstərir. Və bugün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. İslam həmrəli oyunlarının çox böyük mənası var. Biz bu oyunları keçirməklə bir daha öz gücümüzü göstərəcəyik, imkanlarımızı göstərəcəyik, öz dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, İslam aləmini çalışacaq ki, birləşdirək, bizi bölmək istəyənlər, nifaq salmaq istəyənlər, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda İslam həmrəyliyi ili elan edirəm. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yanvarın 10-da keçirilən və 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2017-ci ili Azərbaycanda İslam həmrəyliyi ili elan etməsi Azərbaycanda əsrlər boyu mövcud olan İslam həmrəyliyinin daha da möhkəmləndirilməsi istiqamətində ciddi addımlardandır və bütün cəmiyyəti bu məsələdə səfərbər olmağa çağırır. Bugün İslam ölkələrinin bir-biri ilə gözəl münasibətlər qurmasına, İslam dünyasında həmrəyliyin, vəhdətin, birliyin yaranmasına çox böyük ehtiyac var. Dövlət başçısının bu qərarı isə müasir dövrün çağrışlarına cavab verən siyasi qərar kimi qəbul edilir. İlk dəfədir ki, İslam dünyasında, İslam ölkələrinin rəhbərləri səviyyəsində ilk dəfədir ki, İslam dünyasında dövlət başçısı həmrəylik çağırışını irəli sürür. Və bu İslam həmrəyliyinin Azərbaycanın simasında müxtəlif məzhəb və təriqətlərin bir araya gəlməsi, vəhdət namazının Azərbaycanda geniş şəkildə təsbit və tətbiq edilməsi baxımından bir örnək olacaq. Bütövlükdə İslam dünyasında həmrəyliyə ehtiyac var. Bu həmrəylik yalnız dini baxımdan həmrəylik deyil, bu həm mənəvi həmrəylikdir, iqtisadi sahədə həmrəylikdir, mədəniyyət sahəsində həmrəylikdir, beynəlxalq münasibətlərdə, beynəlxalq təşkilatlarda biri-birini müdafiə etməkdir. Eyni zamanda din sahəsində də İslam dünyasının müəyyən məsələlərdə bir araya gəlməsinə ehtiyac olan bir məsələdir. Mübariz Qurbanlı Azərbaycan xalqının və İslam dünyasının Prezident İlham Əliyevin bu çağrışına dəstək verəcəyinə əmindir. Artıq sosial mediada, dünyanın kütləvi informasiya vasitələrində, İslam ölkələrinin informasiya məkanında bu qərarın əhəmiyyətini bildirən yazılar dərc edilir. İslam həmrəliyi ilinin elan olunması ölkəmizdə tolerantlıq və multikultural dəyərlərə yüksək önəm verdiyini bir daha sübut edir. Azərbaycan 2015-ci ildə ilk Avropa oyunlarını keçirib. Bu il isə İslam həmrəliyi oyunları baş tutacaq. Bir ölkədə, bir şəhərdə 2 il ərzində həm Avropa oyunları, həm də İslam həmrəliyi oyunlarının təşkili Azərbaycanın multikultural dəyərlərə sadiqliyini nümayiş etdirir. İslam həmrəliyi oyunları məzhəblər arası vəhdətin, dinlər arası birliyin, tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində də mühüm addım olacaq. Dövlət başçısının qeyd etdiyi kimi bu tədbirin keçirilməsi İslam dininə qarşı çirkin kampaniya aparanlara bir cavab olacaq. İslam həmrəliyi ili çərçivəsində Azərbaycanda 4-cü İslam həmrəliyi oyunları ilə yanaşı bir sıra tədbirlər də keçiriləcək. Biz müxtəlif tədbirlər, Azərbaycan İslam dünyası və multikulturalizm baxımından fotosərginin keçirilməsi, İslam ölkələrinin gənc ifaçılarının klassik musiqi müsabiqəsinin keçirilməsi, eyni zamanda İslam ölkələrində olan gənc alimlərin Azərbaycanda beynəlxalq tədbirinin keçirilməsi və bu kimi tədbirlərlə düşünürəm ki, bizim İslam həmrəliyi ili çərçivəsində yadda qalacaq beynəlxalq tədbirlərimiz olacaq.
Ümumiyyətlə, hazırda din və məzhəb zəminində münaqişələrin yarandığı bir dövrdə Azərbaycanda birlik, vəhdət, həmrəylik mövzusunun önə çəkilməsi olduqca vacibdir. Radikal İslam adı altında həyata keçirilən təxribatlar, terrorların qarşısının alınması üçün İslam həmrəyliyinin əhəmiyyəti böyükdür. İslam həmrəyliyi istiqamətində İSESCO xətti ilə bir çox işlər görülüb və burada İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Azərbaycanın üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı isə ölkəmizlə İslam ölkələri arasında bir körpü rolunu oynayır. Təşkilat üzvləri Azərbaycanla həmrəy olaraq Xocalı soyqırımını tanıyıblar. Qurumun İstanbulda keçirilən zirvə görüşündə isə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olunub və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradılıb. Ekspertlərin fikrincə, İslam dünyasında baş verən münaqişələr fonunda Azərbaycanın İslam həmrəyliyinə bu qədər önəm verməsi dünyaya bir mesajdır. Azərbaycan dövləti həmişə İslam həmrəyliyi mövqeyindən çıxış edib və nadir ölkələrdən biridir ki, tarixində məzhəb zəminində hər hansı münaqişə olmayıb. Məsələyə dövlət səviyyəsində yanaşılması isə mühüm addımlardandır. Bugün dünyada baş verən hadisələr fonunda Azərbaycanın xarici siyasət prioritetlərindən biri olan İslam həmrəyliyi mövzusunun qabardılması dünyada ənənəvi məzhəblər arasında qardaşlığın möhkəmləndirilməsində böyük rol oynayır. Mehriban Əfəndiyeva, Tural Qurbanov, Kəmran Sodayev xəbərlər. Yer gəlmişkən yanvarın 16-sından